iclası Firudun müəllim aparır. Gördüyünüz kimi, o da köməkçidir bir sonra. Siz boşladınız, sizin boşladınız. Allah bilməllər, hörmətli tədbir iştirakçıları, əziz Amasyalılar, hamınızı salamlayıram. Amasya rayonu bizim Qərbi Azərbaycan rayonları içərisində Qərbi Azərbaycan icmasının formalaşmasında birinci gündən iştirak edən və bizim icmamızın ən aktiv rayon təşkilatlarından biridir. Və bütün bunlara görə ilk növbədə Amasya rayon icmasının sədri hörmətli Adil müəllimə təşəkkür edirəm. Bilirsiniz ki, artıq 2 ildir ki, Qərbi Azərbaycan icması həm də idman yarışları keçirir rayonlarımız arasında və milli futbol çempionatı keçən ildə keçirildi, bu ildə keçirildi və Amasya icması yenə öndə gedərək rayon arası kəndlər üzrə, mini futbol üzrə çempionata bu il start verdi və Amasya rayonunun 10 kəndi arasında belə bir yarış keçirildi və biz bu çempionatın açılış mərasimində də iştirak elədik, bağlanış mərasimində də iştirak elədik və 10 kənd arasında bizim İlanlı, Çaybasar kəndimiz, gənclərimiz birinci yerə çıxdı. Ölkədə gedən gənclərlə bağlı, idmanla bağlı, dövlət siyasətindən kifayət qədər xəbəriniz var. Bilirsiniz ki, Cənab Prezidentin diqqət mərkəzində olan məsələlərdən biri təbii ki, idmanımızın inkişafıdır. Bölgələrdə gedən prosesləri bilirsiniz, idman kompleksləri demək olar ki, bütün rayonlarda yaradılır. Heç şübhəsiz bizim Qərbi Azərbaycanın rayonlarında da, kəndlərində də idmana maraqlı və idman sahəsində öz sözünü deyə bilən çoxlu övladlarımız var. Bu yaxında onların bir hissəsi ilə biz görüş keçirdik. Müxtəlif idman sahələri üzrə bizim dünya çempionlarımız var, Azərbaycan çempionlarımız var və çox yaxşıdır ki, son zamanlar rayonlarda da, Bakı şəhərində də Qərbi Azərbaycan adında, İrəvan adında idman klubları yaradılır və müəyyən yarışlar keçirilir. Mən qaliblərin hamısını təbrik edirəm. İlanlı Çaybasar idman mini futbol üzrə klubunun üzvlərinin hamısını təbrik edirəm və Qərbi Azərbaycan icmasının idarə heyəti verək qərara gəldi ki, bu çempionatda qalib olanların hamısını icmamızın təşəkkürnaməsi ilə təltif eləsin. Və mən böyük məmnuniyyətlə sözü hörmətli Adil müəllimə vermək istəyirəm. Buyurun. Çox sağ olun əziz müəllim. Ürək sözləri doğrudan da bizim ürəyimizdən oldu. Çox sağ olun. Həmişə siz diqqət yetirirsiniz. Səhər də bir yerdə iclaslar və müəllimlə gözəl çıxış elədi. Bilirsiniz ki, möhtərəm prezidentimiz Cənab İlham Əliyevin akademiyada olan o çıxışından irəli gələn müddiaların həyata keçirilmək istiqamətində böyük bir tədbir idi. Elə oradan çıxdıq, bilirəm ki, tənəffüsü birbaşa sizlə görüşə gəlmişik. O görüş də vacibdir, bu da vacibdir. O ideologiya müstəvisindədir. Bu həm idman, həm ideologiya müstəvisindədir. Burada iki şey var. İdman özü də ideologiyanın, milli birliyin bir növüdür. Aslında deyim ki, bu idman növü olmasa, mən də bu cəmaatı, bu gəncləri belə tanıya bilməzdim. Əvvəl biz bir yarış getdi. O yarış belə oldu ki, rayonlar arasındaydı. Və o yarışda bizim Ağbaba komandası, Amasya futbol komandası ikinci yerə çıxdı. Özü də böyük belə fərqlə uduzmadı, düz danışmaq lazımdır. Çox qısa bir bal fərqinlə, biraz da zaman uzun olsa biz bəlkə də bu qalib gələ bilərdi. Belədir də, o da bizimkidir, bu da bizimkidir. Fərqi yoxdur.
Mən fikirləşdim ki, sən demə, bizim yaxşı oynayanlar hələ qıraqdaymış. Bu kəndlər ki, başladı bir-birindən oynamağa. Mən gördüm ki, biz orada çox zəif komanda çıxartmışıq. Hətta burada elə yaxşı oynayanlar var ki, bunlar kölgədə qaldı. Görünür, bizim təbliğatımız, təşviqatımız, belə deyək də, tapşırıqlarımız o qədər mükəmməl olmayıb ki, onları tam bizə çıxarda bilməmişik. İndi nəyə demək istəyirəm ki, gələcəkdə Allah qoysa o bir xalq fərqlə ki, ikinci yerə çıxmışdı Amasya komandası, sizə söz verir ki, bu da hər 5 xalq fərqlə birinci yerə çıxacaq. Ben gördüm ki, çok güçlü potansiyel var. O bizim 22 kəndimiz var Birleşti'de, Amasya rayonunda. Onun 10 kəndin komandası burada iştirak edirdi. Hələ 12 kənd qıraqda qalır. Mən onları demirəm. Onların içində də yəqin yaxın oynayanlar var. Ancaq bu son 2 komanda oynadı. Mən ona baxdım. Əvvələ sizə təşəkkür edirəm ki, mən xarici olanda siz demək olar ki, bizə dəstək olaraq o prosesdə iştirak eləmişsiniz. Mən iştirak eləməmişim, ancaq axıra yaxın tədbirlərdə iştirak elədim və son finalda ki, bizim 2 kənd oynadı. İnandırım sizi ki, bizim o rayonlar arası komandanın oyunundan qat-qat idman belə ustalığı çox yuxarı, çox yuxarı. Özüm də məhdər qaldım. İnanırsa elə deyildim, nə olur olsun, biraz da çox oynasınlar, baxın, görüm necədir. Biraz dağ adı, bizim yer dağ yeridir. Dağ adamları da biraz idman cəhətincə ürəkləri möhkəm olur. İdmanda belə bir şey var da, məsələn, idmançıları dopinglə yoxlayırlar. Nə deməkdir? İnsan belə ayaq üstə duranda, indi mən danışıram, ürək bir dəqiqədə təqribən 12-14 litr arasında qan vurur bir dəqiqədə. İdmançı qaçanda 16-18. Doping qəbul edildi. 18, 22, 24 baxır. Hansı doping edir? Ona görə doping qabağını alırlar ki, poldüymə turbanı triçetvertə keçirtmez. Triçetvertə orada kəndilində deyirlər ki, hamı yatır başa. Budur. Yatanda məsələn, insan niyə yatır? Bunu da deyim, o idmançılar bilsin. Niyə ayaq üstə yatmır insan? İnsan yatır ki, qan düzən olsun, qan rahat geçsin, gəlsin belə də. 3 litr vurur. Beyin onda işləmir. Beyinə 3 litrdən çox lazımdır. Bunları deməkdə maraq oynadırar. Heç kim, məsələn, yuxuya keçməyə tuta bilmir. Kim tutsa Nobel mükafatı ala bilər, dünyada elan olur. Kim tuta bilir ki, mən getdim, yatdım. Bu avtomatik öz-özünə sönür, çıra kimi. Ancaq sən bilmirsən, sağa fırlanırsan, sola yatsan. Bunların məzazı mənə də dedim ki, yəni, elə bir ki, bizim o idmançılara doping vermişlər. Mən biləm, onlarda heç birində doping yoxdur da. Ancaq ki, doğrudan da elə oynayırdılar ki, bəlkə də gələcəkdə bir böyük, birinci saylarını artırmışıq, böyük stadionlarda bunları bir yarışdıraq, doğrudan da sonra bu komandalar arasında, rayonlar arasında kəndlərdən seçər, rayon yaxşı komandası, rayonlardan da seçək, Qərb Azərbaycan icması müstəvisində belə deyək ki, Respublikanın açıq danışım, digər komandaları ilə bir müstəviyə çıxarda bilərlər, doğrudan da yaxşı oynayırlar. Mən şəxsən gürültü duydum ki, son final oyundan danışıram. Çox yaxşı oynadılar, çox yaxşı. Belə özü ürəkmiş. Düşüncəmi transfer edirəm ki, bu dağ adamlarında biraz elə bir doping var, nə mənada yüksəklərə qatılır falan edirlər. Məsələn, bizim rayon, indi idmançıların çoxu bilər, təqribən 2000-2400 metr dəniz səviyyəsinə hündürdür. O vəziyyətdə yaşayan adamların ürəyinin də biraz gücü başqa cür olur, o mühitdə uyğunlaşır. O doping ona gətirdim ki, yəni dağ yerlərində olan adamların ürəyində biraz təpər möhkəm olur. Ona görə gənclər buradadır, bilirəm ki, gələn dəfə bunlar bizi çox havalara çıxardacaqlar. Bir onu deyim ki, idman həm də birlikdir, yaxınlaşmaqdır, həm də ideologiyadır. İnanırsınız, bu futbol oyunda nə qədər mən yeni adamlar tanıdım, onlar bir-birindən tanıdı. Dostluq eləyəcəklər, bəlkə də gələcəkdə qohumluq eləyəcəklər. Bu da hamısı ümumi dövlətçiliyimizə olan dəstəkdir. Mən sizi inandırım, əgər bu 22 Azərbaycan rayonu var da, deyək, Göyçə mahalıdır, Bedibasar mahalıdır, Ababa mahalıdır, belə müqayisə eləsə, ümumi liderimiz haqqında ermənilərlə ən çox dalaşan Amasyalılar.
Hamı onun erməninin yanında olmadığını fəxr edirdi. Erməni ona qarşı olanda ya davaydı, ya tuturdular, ya vuruş gedirdi. Elə də elə deyil. Tamamıyla doğru. Yəni ən çox liderimizi sevən o vaxt, hələ biz cavan vaxtlarından danışaq, liderimizə fəxr edirdik. Hara gedirdi? Məsələn, mənim ana tərəfim bilirsin, İrəvan tərəfdəndir. Məsələn, daimin birini tutmuşdular, bir erməni gətirmişdi ki, Allah elə bilmişdi ermənidir. Deyib, Allah bu qəzeti təbrik edirəm, Heydər Əliyevi çıxartdılar Moskvada. Bu da heç bilmiyorum, xəbəri olmuşdu. Orada bir dava olmuşdu, polis gəlmişdi, tutmuşdular və s. Ki, sən nə danışsan, onu kim çıxarda bilər? Artıq əsl söhbət də olmuşdu orada. Yəni, bizim cəmaat həmişə tarixən ümumi liderimizin siyasətini sevib, ona fəxr edirəm ki, bütün Qərb Azərbaycanlı, ancaq xüsusilə Amasyadır. Mən tərəfindən deyirəm və bunu görmüşəm deyirəm. Çünki bizlə bir tərəf Türkiyədir, bir tərəf Gümrüdür, o vaxt Lakan şəhəri adlandırırdı. Bizim ticarətimiz hamımız ermənilərlədir. Ermənilərlə çox diyalogda olurdu, çox yaxın məsafədə bir-birinə əlaqə sahibi. Alış-veriş işiydi, fəhlə usta, fəhlə işiydi, heyvandarlıq sahəsində olan işiydi. Və bu həmişə erməni nə danışsa bizə Heydər Əliyev fəxr edir ki, siz kiminiz var, Omanist Maniyanın var, nə bu, o var, bu var, bizim də Heydər Əliyevimiz var. Belə fəxr edirdi. İndi bu gün də o dövrün cavanları, indi İlham Əliyev dövrünün ağsaqqallarıdır. Təbii ki, o sevgi, məhəbbət transfer olub indiki prezidentimizə, onun xəttinə, hamımız onun xəttini dəstəkləyirik. Bütün Qərb Azərbaycanlılar, mən hesab edirəm ki, Albaba cəmaatı, Amasya rayonunun insanları da arxada və ortada yox, irəlidə gələnlər sırasındadır. Mən bunu tam əminliklə deyirəm. Sizə də öz təşəkkürümü bildirirəm ki, və o iclasda da danışdı. Mən belə fikirləşirdim ki, akademiyada iclas zamanı görə möhtərəm prezidentimiz çıxışda əsas nəyə fikir verəcəkdir? Məsələn, mən orada da çıxışında dedim ki, indi mən elm adamıyam. Təbii ki, dedim, yəqin danışaq fundamental elmlər haqqında, təbiət elmləri, humanitar elmlər və s. Ancaq mənə ən çox maraqlandırırdı ki, ondan qabaq Amerika səfəri olmuşdu. Orada sülh razılaşmanın əsası bu olmuşdu. Fikirləşdim ki, bəlkə bu sülh razılaşmasında erməniləri ən çox narahat edən Qarabağ məsələsi deyil, Qərbi Azərbaycana qayıdış məsələsidir. Erməniləri bu çox narahat edir. İndi ermənicə bilənlərimiz də var, qulaq asırıb, deyir ki, bu Qarabağ heç ki qutardır və bu niyə qayıdırlar bunlar, məqsədləri nədir, bulandır, çox ciddi danışırlar. Yazda sizinlə Naxçıvanda olanda birbaşa Əziz müəllim danışa, birbaşa mən gördüm ki, ermənicə bir nəfər verdi, translyasiya ilə birbaşa danışığın müzakirəsini ermənilə aparırlar ki, Əziz müəllim nə istəyir, bu nə qayıdış məsələsi, qutardıq axırda biz barışıq ermənilər çıxdı, siz də gəlməyin də, yəni. Mən narahat edim ki, prezidentimiz bu danışıqda ola bilər ona toxunmasın, elə gələn kimi əsas ona toxunur. Deyildi, Qərbi Azərbaycan qayıdış konsepsiyası qüvvədədir. Biz bunu daha sürətləndirməliyik, gücləndirməliyik və nə etməliyik? O məsələlərdə mən burada xırlalamaq istəmirəm. Qarşıdan böyük məsələlər qoydu. Digər səhərlərlə bərabər təbii ki, o məsələyə xüsusi toxunur, çox xüsusi. Ona görə biz ondan ilhamlandıq və son vaxtda böyük tədbirlər keçirdik. Bir neçə gün bundan qabaq hörmətli Əziz müəllimin rəhbərliyi ilə burada bir böyük tədbir keçirdik. Möhtərəm prezidentimizin akademiyada çıxışının strateji məsələlərini önə gətirdik və buna necə əməl eləməyimiz barədə söhbətlər apardıq. Və indi bunların hamısı ondan ötürüdür ki, daha da bir ürəkli olaq. Həm təşkilatçılığımıza, təşkilatlamağımıza xüsusi yer verməklə bərabər digər ideologiya sahəsində olan məsələlər də toxunaq. Onların da biri bu futbol idman yarışıdır. Arzum odur ki, biz elə idman yarışını keçirdək, elə məşqlər eləyək, elə güclənək ki, gələcəkdə Qərbi Azərbaycanın icmasının bir xüsusi komandası olsun, futbol komandası, voleybol komandası, digər şəhərlərdə də ola bilər. Ancaq futbol həmişə öndə olubdur. Belə bir futbol komandası düzələcək ki, Azərbaycanın digər beynəlxalq müstəvidə qəbul olunan komandaları ilə birbaşa yarışa keçəcəkdir. Məcburi, məsələn, Ağdam komandası var, məsələn, Azərbaycan rayonlarının komandası var.
biz onlardan ola bilər lap qabaq işte. Çünki mən görürəm ki, bizim idmançılar o dağ adamlarının nəfəsi güclü olur. O güclə biz əminəm ki, arkada qalan sıralarda qalanlardan olmuyor. Əziz müəllim, sizə xüsusi təşəkkür edirəm ki, bax, bugün bizim cəmaatı yığmışsınız. Burada təkcə idmançılar, gənclər deyil, gələk onlardan da biraz çox sağlardı. Ağsaqqallar da, bu ağsaqqalların hamısı o idmanda inandırıb sizi yerdən elə qışqırırlar. Mən görürdüm ki, deyirmə görəsən bu ömründə danışan adamdır. Az qalır özünü stadiona atar. Axırda deyil oldu ki, bir işdə atdı özünü stadiona. Aləm də qarışdı bəzi məqamlarda. Çünki çox ciddi oyun gedirdi. Çox ciddi oyun gedirdi. Sizə məlumat verirəm ki, biləsiniz. Mən də arzum oldu ki, biraz da çox oynasınlar. Biraz da baxma, biraz işimdə adım da var, getməliyim. Dedim, kəs biraz da çox oynar. Bunlar bu enerjini hardan alıblar? Hansı bu və ilə belə oynayırlar? Burada təşkilatçılar buradadır, bizim gənclərin sədri buradadır, bizim bu idmanı təşkil edən yoldaşlar buradadır. İndi birinin adını çəksəm, o bir şey ola belə indirsin. Onlara öz təşəkkürümü bildirəm, onlar bildiyi kimi nəzərdə alırım. Ağsaqqallar buradadır, bunlar hamısı onlara kömək elədilər, dəstək verdilər. Mən bəzən olmayanda formanın almasında iştirak edədilər. Yeri aldı, kömək elədi, siz də sağ olun yeri almalı. Gələcəkdə də bəlkə də fikir verək, bu Qərbi Azərbaycan özünün azizə bir idman stadionu haqqında da fikirləşə bilər, açıq deyil. Yer də Allah bilərik, bütün rayona kömək eləyə bilər. Özümüzün də hər dəfə arenda götürmək də biraz xahiş edək, gah pul qalxır, gah yeni vaxtda. Məsələn, həmin gün bizə başqa tədbirimiz də vardı. O 2 saatlıq vaxtda yerləşdirmədi, ancaq özümüzün gözlə deyir 2 saat. Çünki bizdən sonra oraya gələnlər var idi. Məcbur ondan yığılan şəkildə edir. Ancaq gələcəkdə özümüzün stadionu olsa, asıldım, nədir 22 rayonumuz var. Hərə bir bazda kömək eləsə, yer almaq olar, məsələ qaldırmaq olar, bu stadionu yaratmaq olar. Həm futbol, da min olmasın, böyük futbol olsun, da minlikdən çıxmalıyıq, maddəyə etməli. Təşəkkür edirəm idmançılara, balestiklərə, ağsaqqallara, dəstək verənlərə və başqa da əzməlim olmaqla əzməlim. Çox sağ olun. Yine diqqət yetirmişsiniz və oyuna yaxşı oynayanları, ümumiyyətlə oyuncuları mükafatlandırırsınız. Çox sağ olun. İndi qalan məsələ sizlikdir, bizlik deyil. Böyük futbolda İrəvan komandasının oynamasıdır. Vakıfla ilə danışmışıq, bilirsiniz, biz əvvəl bir komandaya etibar elədik, güman elədik ki, o komanda özünü doğrulacaq, amma şəxsli komandaydı və bu da özünü doğrulmadığı üçün biz aralandıq və hədəfimiz odur ki, Qərbi Azərbaycan icmasının özünün komandası dövrüyə girsin. Yəqin ki, bu yayda o həll olunacaq. Əgər o komanda fəaliyyətə başlasa, təbii ki, biz rayonlarımızdan çalışacaq maksimum dərəcədə ilkin mərhələdə Qərbi Azərbaycandan oyuncuları seçək. Çünki ruh başqa bir məsələdir. Yəni, futbol taliyində çox vaxt, oyunun taliyində o həll edir. Şübhəsiz ki, Amasya'dan da, başqa rayonlardan da belə oyuncular seçəcəyik. Komanda fəaliyyətə başlayandan sonra yer məsələsi problem olmayacaq. Çünki biz keçən dəfə Şaxa stadionunu bütövlükdə o komandaya təhvil vermişdik. Hətta mehmanxanasını bir qəpiksiz, stadionun özünü bir qəpiksiz. Amma təbii ki, bu komanda özünü doğrultmalıdır. İnşallah elə hesab edirəm ki, Qərbi Azərbaycan icmasının özünün futbol komandası dünya çempionatında, Avropa çempionatında oynasa, Neapolni 2-0'da. Qarabağ indi Azərbaycanı çox böyük şərəflə təmsil edir. Mən də dünən baxdım, qeyrət elədim, çox gözəl oyun göstərdilər. Amma olsa da Azərbaycanın belə bir futbol komandası ortaya qoymağı çox böyük qürur vericidir. İnanıram ki, İrəvan klubu, Qərbi Azərbaycan klubu bu oyunlara girsə, yəni formalaşdırsaq,
heç də geri qalmayacaq. Azərbaycan futboluna töhfə verəcək. Azərbaycanla gedib oynayacaq, ermənilərlə. Mən keçən dəfə dedim, Axta stadionunda, Dərbəstan yox, Axta stadionunda inşallah yarışlarımızı keçirəcəyik. İcazə verin, tərtib eləyək. Daha söz demək istəyən varsa desin, bir-iki nəfər kimsə demək istəyir, sonra o qədər tədbirlərimiz var. Təsəvvür edin, Slavyan Universitetində tədbirdən gəlmişik. 2-də sizlə görüşdük, 4-də Ziyalılar Şurasının tədbiri olacaqdır. Ona görə buyurun. Sağ ol Nazım Hanım, sağ ol Hanım Hanım. Fəxrimizsiniz, ümidyerimizsiniz. Güzel kəlmələrlə, güzel ibarələrlə fikrinizi izah ediniz. Biz onsuz da bilinçsizliyinə qadir olduğumuzu və bu icmanın yaranmasında, əzmlərin üstündə dayanması təsəvvür deyil. Amma ise icmasında abellərin üstündə dayanması təsəvvür deyil. Bunlar hamısı bizə siyasətə hesablanıb, xalqın imkanlarına, xalqın köməyinə gəlmək üçün ortaya çıxan fikirlərdir. Biz bunları kənardan hamısını görürük və sizə mənim təşəkkürümüzü bilirik. Hər bir sayəsində bizə uğurlar əldə edir. Qərbi Azərbaycanı uzaqdıqca uzaqdılar. Möhtərəm tədbirlərdə sözləri deyirlər. Hər hansı bir dövlət başçı tərəfindən ortaya qoyulan fikri maksimum cəhətdən dəstəkləyirlər və onların yerlərdə çıxardılar işləri soruşurlar. Bizim də sizə minnətdarımız bunun üstündə. Qaldı ki, bugünkü tədbirin həyata keçirilməsi, təbii futbol elə bir idman növüdür ki, bu dünya milyonların sevimli bir oyunudur. Ama şəhərlərində komandaların, 10 komandasının meydana atılması və bəzi xəyal qırıqları, bəzən gözləmədiyi yerdən böyük bir uğurlar bunların sizi sevinir. Təbii komandanın futbol golünün açılışında əzmlərimiz çıxışında iki yadımızdadır. Güzel ruh verdi bize. Orada danışıqlar, Hikmət müəllim danışır, İdarə müəllim sonda futbol qurtarından sonra danışdı. Bunların hamısı bu gəncləri, bu insanları vahid fikir ətrafında birləşdirir. Bir fikir formalaşır. Niyə Qərbi Azərbaycan hamıdan uzaq olmasın, hamıdan üstün olmasın? Potensiyalı var, gənclərin möhkəmdir, prinsipaldırlar, məqsədli mübarizə aparmağı bacarırlar. Hər yerdə öz sözləri deməyə bacarırlar. Elm sayəsində, idman sayəsində, siyasi sahədə, gənclər sayəsində. Mən şəxsən bu tədbirin həyata keçməsində, sona yetməsində, formalaşmasında gənclər, gənc uşaqlar, gənc evlatlarımızı evin başlamaq hamısına təşəkkür edirəm. Biz onların yanında olsaq da, yəni əsas aparıcı qüvvə olaydı. Biz təkən verəcəydik, onlar aparıcı qüvvələr idilər. Çox gözəl təşkili şəkli, təbii futboldur adına. Onun marağını əlindən qolub dedi, Allah'ın əlidir bu. Burada hər cırcılarlıq, başqa şeylər olur amma Amasya komandası çox tərbiyəli, elə doğrudan da Amasya'ya yaraşan, ağlı və şurayla yaraşan ədəb-ərkənlə bəzi cüzi hissələrə qədər çıxmaqla o qədər yüksək bir yarış keçdi ki, hamı bir-birinə hörmət edəməklə, hamı bir-birini rəğbətlə yox qarşılamaqla və ya siz dediyiniz kimi idman nədir? İdman bir insanların bir-birinə isinişməsi, tanış olması, dostlaşması, dostluğun daha da dərinləşdirməsi. Tək hallarda orada qalmamalı, orada bizə aiddir, kesin kim nə edir, eləsin. Sağ olun, mən Amasya rayonunda, futbol yapmışım, Güllü vaxtlar, Güllüdə də, rayonun özündə kubok almışım 3 dəfə. Neydi futbol komanda, siz indi meydan almaktan danışırsınız, siz görürlər, böyle fikirlər, ne güzel gurur verici fikirlər. Biz taşı koyduk, taşın yanına Ankara kapı, yerimiz yok, yurdumuz yok, belki yalandır ama hamısı olan şey. Topla birden gelir taşısından hamı oldu, yok oldu, sözüm onu koyuyor. İndi ise maşallah Azərbaycanımızın her yerlerinden öz işimle alakadar edirəm. Kompleksləri, idman və meydançaları çok güzel idman ölkəsi çevirdi Azərbaycan. Qərbi Azərbaycan idman ölkəsinin içində yeni idman şərəflər əldə etməyə çalışır. Və bu cəhətdən də bu işdə zəhməti olan, bu işə fikir formalaşan, irəli atılmağa, cəhd edən, cəmaatı ora aparmağa özümüzdə güc tapan hər bir şəxsə
Əlaqə siz rəhbərlərimizə, böyüklərimizə təşəkkür edirəm. Başda prezidentimiz olmağın gənclərə uğurlar edirəm. Həmişə uğurlarınız bol olsun. Mən söz demək istəmirəm, amma gəncləri qiymətləndirmək üçün başa abidlərimiz sağ olun ki, yazılarım bunu. Yəni, icma səviyyəsinə çıxartdı, sizə xüsusi təşəkkürlər. Abidlərimə xüsusi təşəkkürlər, biz qurba arzular bilməlidirəm və gənclərimizə mən xüsusi təşəkkür edirəm. Yəni, bu ideya Firidun müəllimdən, Elin Gənclər Təşkilatının sərgi gəlibdir, çox sağ olun. Yəni, mən bu işin içindəyəm vaxt əvvəldən. Gənclərimiz sağ olsunlar ki, məni qrupda da əlavə elədilər və onların necə əziyyətlə bu futbol oyunun başa gəlməyi, onların yaralanmağı, onların o formaları almaqda, qrupa atırdılar ki, məsələn, hansı daha yaxşıdır. O qədər əziyyət çəkdilər ki, mən sizlərdən fəxr edirəm, çox zəhmət, əziyyət bahasına. Mən istəyərdim ki, mən rəyindəkini deyim ki, daha geniş olardı. Bütün 10 kəndi komandanın, bütün o uşaqlar hamısı iştirak edirdi. Abimlərim, sizdən xahiş edirəm, yəni belə bir təşkilatçılıq olsun. Bir də əzməlim və istivasatı çox olur. Amma mən istəyərəm ki, o uşaqlar hamısı əziyyət çəkir. Yaralanıblar, nə bilim, adam ürəyə ağrıyır, yəni çox zəhmət, əziyyət bahasına gəlib komandalar, o abimlərim demiş, bizimkilər hamısı dağ uşaqlarıdır. Çox gözəl oyun nümayiş elətdirdilər və mən də xanım olaraq getdim, o qədər zövq aldım. Validə xanıma xüsusi təşəkkürlər, Teymi xanıma, yəni gəldilər, iştirak elədilər, İsmail xanımlar gəlmişdi, bizim üçün çox şərəf oldu. Millət vəkillərimiz oradaydı. Və millət vəkillərimiz oradaydı. Ona görə Amasyalılar əzməlim, sizin o, yəni bizim yanımızda olmanızı çox böyük. Biz zaten sizi çox istəyirik, indi lap çox istədik, əqiqətən çox istəyirik. Teymi xanım dedi ki, mən birinci dəfə futbolda iştirak edirəm. Bizim Qarasanda mən Güldüzə komanda hesab edirik. Yəni, söhbət o deyil ki, axıra bizim komanda çatmır, yeri tutmur. Söhbət onda deyil. Söhbət ondadır ki, bu yarışma başlayır. Kənddə burada bizim uşaqlar, demək ki, var idi, 2 dənə qardaş bir yerdəymiş, uşağı bir-birini tanıdı, bu qrupdan hansı bir-birini tanıdı, qohum olduqlarını bildilər. Mənim özüm neçə, bizim Müsalımız, qapısımız, mənim qohumun deş bildirdim, sonra bildim. Əvvəldən, yəni o Amasya çempionatında, Qərb Azərbaycan çempionatında iştirak edəndə fəxr edir, amma sənin demək qohum edir. Yəni bu həm də bir birlik əlaməti oldu. Ona görə sizə uşaqlara mən xüsusi zəhmət. Tərəflərə geçək. Yeni futbol üzrə Amasya rayon icması çempionatında fəal iştirak edərək çempion adını qazandıqlarına görə İlhan Oğuz Nazimoğlu qazandı. Adları oxuyasın. Təbrik edir inşallah. Vəziyyətin çox Müsal Şairoğlu Rəhimli. təbrik edirik. Amasyanın qapısı. Təbrik edir, bana yaxşı oyundu, baxdım. Alim Suriddinoğlu Rəhimov. İştirak edir. Onlara qədər bu Müzəffər Müzayitoğlu Abbas. sən bu hansı yox, hətta bu vaxt itirmir. Abzər Namiqoğlu Məmmədov. Gidiyoruz. Təbrik edir. Təbrik edir. Üzülü səbəbdən tədbirimizdə iştirak etməyən futbolçularımızın da adını qeyd edək. Orxan Firuzoğlu Qocayev, Elvin İlhamoğlu Qocayev, Onlar mənim qardaşım uşaqlar. Amil Ələsunoğlu Məmmədov,
Bayram Müqabiloğlu Allahverdiyev, Onlar değil mi? Elsəvər Şairoğlu Rəhimov, Müzəffər Şücaətoğlu Abbasov, Alim Suridunoğlu Rəhimov, Ədalət İnqilaboğlu Qafarov. İndi isə mini futbol üzrə Amasya rayon çempionatının təşkilində, gənclərin təşkilatlanmasında və vətənpərvərlik ruhunda tərbiyyət sahəsində göstərdikləri səmərəli fəaliyyətlərinə, habelə turnirin keçirilməsi üçün maddi, mənəvi dəstəyə və onların yüksək səviyyədə təşkilinə görə bizim təkliflərimiz olacaq ki, Bəylər Əlioğlu Qurbanov. Teşekkür ederim. Təbrik edirik. Çok teşekkür ederim. Kendinize teşekkür ederim. Sağ olun. Sağ olun. Aktiv Adiloğlu Aydınov. Aktivleri təbrik edirik. Gəl ortada durub. Təbrik edirik ola. Sağ olun. Elburuz Uğurluoğlu Abbas. Buyurun, söylüyorum. Təbrik edirik. Axırıncı da aktiv iştirak edirik. Firudin Farizoğlu Nəsibov. Təbrik edirik. Təbrik edirik. Rahib Yunusoğlu Əliyev. Təbrik edirik. Sağ olun. Rauf Sevdiyaroğlu Məmmədov. Təbrik edirik. Sağ olun. Orxan Sərdaroğlu Ələşov. Təbrik edirik. Elvin Əliyaroğlu Babayev. Təbrik edirik. Də mən Cəzarda xəşəm. Emil Fəxrəddinoğlu Əliyev. Sənin əziyyətin də çoxdur. Nə görə çəkirsən, yaradırsan. Sağ ol. Son olaraq Elmar Vidadoğlu Kərimov. Ben de deyəcəm, bunun yüz axıra bulunsan, onun razborkası gedəcək. Əzməli, bir daha təşəkkür edirik. Bu bizim üçün böyük diqqətdir, böyük varlıdır. Hem de bu şəkil çəkməli bu iclasda hər adamın hər biri tarifləşdir. Qərbi Azərbaycanın konsepsiyası həyata keçirilməsinin əməl xidmətlərinə görə amma burada tarifləşdir, öz qövləmizi verdik. Sizə təşəkkür edirəm və söz edirəm ki, Qərbi Azərbaycan icmasının irəli sürdüyü bütün məsələlərdən, xüsusən konsepsiyanın həyata keçməsində bundan sonra da əlimizdən gələni əsirgən verdik və həmçinin bütün rayonlardan farklı çalışacaq futbolda olduğu kimi bunlarda öndə gedək və burada olan insanların hər biri olmayanların bütün Qərbi Azərbaycanlı o cümlədən Ağbaba şöhrəyə cəmaatı həmişə prezidentimizin siyasi kursunu dəstəkləyib, həmişə ümumilli ideyalimizdən fərq edib.
Sonda bizdə cümlədə deyib yekunlaşlar və orada yadımdan çıxdığında qeyd eləmişdim deyə bilmərik. Bu il həm konstitusiya elimizdə, həm də suverenliyi elimizdə. Yəni futbol yarışı əslində biz orada çıxış edəndə dedik ki, buna əsas olubdur. İndi bəzən şəxsən mən ümumilli deyilmiş konstitusiyanın yazılması prosesində mən bir iştirak edən adam kimi deyirəm ki, o vaxt konstitusiyada elə müddəalar yazırdı ki, biz ona şübhə edirik. Deyirdi, biz Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quracaq. Mən öz-özümə fikirləşdim ki, bu benzin növbəsi, çörək çatışmamazda nedir? Dünyəvi bir dövlət qururuq. Bax, indi o gəldi, özünü təsdiqlədi. Bu konstitusiya yazmış ki, biz torpaqlarımızı azad edəcək. Elə deyil, eləmədi. Düzdür, 5 ildə olmadı, 10 ildə olmadı, 30 ildə. Deməli, o yazılan konstitusiya öz bəhrəsini suverenliklə bir daha verir. Bütün dünya bizdən, bizim ölkədən nümunə götürür. Prezidentimizlə fəxr edir. İnanmazsınız, nə qədər adamlar mənə o prezidentimizə Amerika səfərindən əlaqədar xaricdə məktublar gəlmişdir, öz prezidentimizlə fəxr edərsiniz. Heç kimi Trump o cürə qarşılamamışdır. Öz aramızdır, belə mehribansılıqla. Ondan sonra bütün tilsimlər dünyada sındı. İkili standartlar bir növü aradan götürüldü. Bunları deməkdə məqsədimiz ki, uğurlu yolumuz var, konsepsiyanı da həyata keçirəcək. Bu futbolu sonra o demək istəyir ki, bu futbol yarışını əzməli. Biz amaçıyla keçirəcək. Çəkilişi dayandı.